9 yaşlı uşaq düymə udub, lakin soyuq dəymə kimi müalicə olunub. Tragikomik hadisə Zaqatalada baş verib. Belə ki, məktəbli yoldaşları ilə oynayan zaman kiçik dəmir parçasını udan İslam Qurbanov bununla bağlı valideynlərinə hər hansı bir məlumat verməyib. Mən məktəbə getmişdim bir vaxtı. Bir dənə qızda gördüm, hələ korobka var onların içində belə şey kimi. Mən onlardan istədim, çıxdan gedib bir şey var. Sonra birdən-birə oynatırdım. Birdən-birə də uydum onu. Udandan sonra gəlib evdə dedin ki, məsələn? Demədim, yadımdan çıxmışdı mənim. Daha sonra isə azyaşlının səhhətində problemlər ortaya çıxıb. Həkimə aparılan uşaq soyuq dəymə əleyhinə müalicələr alıb. Uşaq где-то yanvar ayından bu yana öskürəkləri başladı. Belə kəsilmirdi öskürəyi. Rentgenə apardım. Mart ayının 3-ü. Yəni orada belə şübhəli bir şey göründü. Yəni özüm də inanmadım ki, ola bilər deyə. Mart ayının 3-ü apardım həkimə. Müalicə yazdı, antibiotiklərlə bunları elədik. Allah'a şükür bir balaca fərqi oldu. Sonra təkrar yenə öskürəkləri olduğuna görə, yenə təkrar apardım rentgenə. Həmin şey, yenə həmin işarə düşdü yenə orada. Bundan sonra uşaqla həmsöhbət olan ana övladının düymə udduğunu öyrənib. Rayondan Bakıya gətirilən uşaq özəl xəstəxanaların birində əməliyyat olunub. Sağ ağciyərində yad cisim, metal aşkarlanır. İğnə parçası kimi bir şeydir. Toplu iğnə deyilib başı. Bu şəkildədir və aşkarlanır. Oradan da bizə yönləndirildi. Valideynləri və təbii ki, nəzarətində gəldi bura. Endoskopiya usulla çıxarmaqdır bunu, bronxoskopiya. Bəzən olur ki, bu uzun müddət qaldığı vaxt biz onu çıxarda bilmirik. Biz bunu bronxoskopik olaraq rahat çıxartdıq. Təbii ki, o iğnə uzun müddət qaldığı üçün biraz qanaması falan orada, o yüngül, qatı sekresiya olduğu üçün o buna xırıltısını daha da artırırdı və bunu çıxartdıqdan sonra artıq rahatladı uşaq. Uşaq müalicəsini evdə davam etdirmək üçün xəstəxanadan buraxılıb.